Salam abituriyentlər, bu videoda sizlərə fizikadan 2. blok imtahanında qarşınıza çıxa biləcək 3 variant sual planı olacaq. Suala bir matematik bir şəkildə izah edəcəyim ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya biləsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli, ilk öncə bir sualımızdan başlayalım. Müstəvisə maqnit hissəsi indüksiya vektorla dostlanıcı bucağı əmələ gətirir. Bucağı 2 kiçiklikdə səthdən keçən maqnit seyri necə dəyişər? Buna isə olan ki, biz ilk öncə delta f bərabərdir bs kosinus alfa, yəni delta f bərabərdir bs kosinus alfa ifadəsindən biz burada istifadə edəcəyik. Bs kosinus alfa. Mən ilk öncə bilirəm ki, eyni bir maqnit sahəsi olduğu üçün b bərabərdir konstant. Bunu buradan bildim. Və eyni səth olduğu üçün s də bərabərdir konstant. Bunu buradan yazdım. Onda deməli burada b konstant, s konstant, onda delta f sadəcə neydən asılıdır? Alfadan. Biz də bilirik ki, yəni qısaca delta f oxşardır nə? Kosinus alfana. Bunu buradan bildik. Mən də bilirəm ki, kosinus alfa artırsa, delta f də nə olur? Artır. Və yaxud da ki, əgər bu azalırsa, bu da nə olur? Azalır. Bunu buradan bildik. İndi biz bunu əsasən deməli birinci halda olan maqnit hissəsini və ikinci halda olan maqnit hissəsini gəlin hesablayaq. İlk öncə birinci halda olan maqnit hissəsini hesablayalım. Delta f 1 bərabərdir bs kosinus alfa 1. Kosinus alfa 1. O da bərabərdir. O da bərabər. Deməli b vuraq, s vuraq. Deməli kosinus. İndi mən bilirəm ki, buradakı alfa nədir? Normal ilə indüksiya vektoru arasında bucaq. Bunu buradan bildim. İndi burada baxıram nəyə? Normal budur, indüksiya vektoru da budur. Mən bilirəm ki, normal indüksiya vektoru ikisi də bir-birinə paralel olduğu üçün bunlar isə bucaq nəyə bərabərdir? 0. Ona görə alfanı yeni yazsam 0 olur. Cos 0 dərəcə. O da bərabərdir. Deməli b vuraq. Deməli b vuraq, s vuraq. Cos 0-da nə olur? 1. Onda nə olur cavab? bs. Bunu buradan bildim. İndi ikinci halda olan delta f2 ilə hesablayaq. Deməli delta f2 bərabərdir b vurulsun. Deməli delta f2 bərabərdir. Deməli b vurulsun, s vurulsun. Kosinus alfa 2. O da bərabərdir. Mən buradan bilirəm ki, deməli bu ümumi bucaq 90 dərəcədir. İndüksiya vektoru səth ilə 45 dərəcə bucaq əmələ gətirir. Şərtdə biz onsa elən kimi verir. Onda bura 45 isə ümumi bucaq 90 isə onda buraya nə qədər düşür? Buraya 45 dərəcə düşür. Və biz də bilirik ki, burada normal indüksiya vektoru arasında bucaq onda nəyə bərabər olmuş olur? 45 dərəcəyə bərabər olmuş olur. Onda mən alfa ilə nə yazsam? Normal ilə indüksiya vektoru arasındakı olan bucağı. Yəni 45 dərəcə mən buraya yazıram. Onda olur belən kimi. Deməli b vuraq, s vuraq, kosinus alfa 2. Yəni kosinus 45 dərəcə. Kosinus 45 dərəcə. O da bərabərdir. O da bərabər. Deməli b vuraq, s vuraq. Kosinus 45 nədir? Kök altı 2 bölü 2. Kök altı 2 bölü 2. O da bərabərdir. Deməli b vuraq, s vuraq. Kök altı 2 oldu 2 qaldı. 2-ni kökə salam olur nə? Kök altı 4. O da bərabər. Deməli b vuraq, s var. Bunu alıram ufşi kökə. 2 bölünsün 4. O da bərabərdir. bs vuraq. Bunlardan çıxır. Deməli buradan bundan x-ə gedir. Burada qalır 1, burada qalır 2. 1-dən çıxır 1. Buradan olur kökdə 2. Yəni qısa cavabımız olur bs bölünsün kökdə 2. Deməli ilk başda bs idi. Sonra bs burada kökdə 2 dəfə azaldı. Deməli bs neçə dəfə azalmış olacaq? Kökdə 2 dəfə. Yəni buradan bura kökdə 2 dəfə azalmış olacaq. Onda cavabımız burada nə olacaq? Kökdə 2 dəfə azalar. Yəni cavabımız burada olacaq C variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda konturdan keçən maqnit hissəsinin zaman asılı qrafiki verilmişdir. Hansı qrafik konturda yəni indüksiya həqiqətinin modulunun zaman asılılığına deyil uyğundur. İlk öncə gəlin belə bir şey eləyək. Deməli mən ilk öncə burada görürəm ki, baxın mən bu hissəni köçürəm, baxın bu hissəyə. İndi mən burada bilirəm ki, bu ox nə oxudu? Bu delta f oxudu, bu ox hansı oxudu? Bu da t oxudu. Bunu buradan bilirəm. İndi mən bu hissəni köçürdüm bura. Olur belə ki, deməli bu ox delta f oxudu, bunu buradan qeyd etdim. Bu ox t oxudu, bunu buradan qeyd etdim. Bu da nədir? Qrafik xəttdir. Bunu da buradan bildim və bu da nədir? Alfa, yəni bucaq. İndi mən baxın bu oxu köçürtürəm ara. Deməli bu hissəyə köçürtürəm. Baxın bu oxu köçürtürəm, baxın bu hissəyə. Deməli olur belən kimi olur. Deməli burada deməli delta f əmələ gələcək. Burada t, burada da nə? Alfa bucağı. Bunu buradan bildim. İndi mən burada bilirəm ki, bu tangens alfa, bax mən bu bucağın tangesini tapsam, yəni tangens alfa bərabərdir. Mən bilirəm ki, bu qarşı kateti bir bölməm nəyə? Bitişik kateti. Onda olur belən kimi. Deməli delta f bölünsün nəyə? Delta t. Mən bir yandan bilirəm ki, epsilon özü nəyə bərabərdir? Epsilon bərabərdir. Delta f bölünsün delta t-dir. Bunu buradan bildim. Mən buradan görürəm ki, tangens alfa delta f bölünsün delta t-dir. Epsilon da delta f bölünsün delta t-dir. Onda deməli tangens alfa özü nəyə? Epsilon-yə bərabərdir. Bunu buradan bildim. Yəni bu nə deməkdir? Bu deməkdir, yəni alfa əgər artırsa, tangens alfadan nə olmuş? Artmış olacaq. Bunu buradan bildik. Yəni qısaca mən buradan belə bir ifadə almış oluram. Deməli, alfa artırsa, tangens alfa artır. Və əgər tangens alfa artırsa, tangens alfa nəyə bərabərdir? Bu delta f bölünsün delta t nisbətinə bərabərdir. Onda delta f bölünsün delta t nisbəti də burada artmış olur. Bunu buradan bildik. Yəni bu ifadə artmış olur. Bu da artırsa mən də bir yandan bilirəm ki, epsilon delta f bölünsün delta t-yə bərabərdir. Deməli epsilon ifadəsi nə olur? Artmış olur. Bunu buradan bildim. Alfa bucağının artması bir yandan oxun dikinin artması deməkdir. Bunu nə cür yadda saxlaya bilərik? Bunu belə kimi yadda saxlaya bilərik. Məsələn burada 2 dənə şəkil qoymuşam. Məsələn bu birinci üçbucaq, bu da ikinci üçbucaq.
Bunu buradan bildik. Birinci üçbucaqda başlanğıc bucaq alfa 1, ikinci bucaqda isə, yəni ikinci üçbucaqda isə son bucaq nədir? Alfa 2. İndi alfa 2 bölür alfa 1. Yəni bucaq əgər artırsa, bu ox, baxın bu ox daha da yuxarı qalxır. Yəni bu hissəyə qədər qalxmış olur. Onda ox əgər yuxarı qalxırsa, bu bir yana oxun dikişinin yuxarıya doğru qalxması deməkdir. Bunu buradan bildik. Ona görə də əgər alfa bucaq ox daha da yuxarı qalxır və oxun dikişliyi daha da yuxarı qalxır, oxun dikişliyi yuxarı qalxırsa, alfa böyürsə tangesafə böyür, tangesafə böyürsə delta fi bölünsün delta t nisbəti artır, delta fi bölünsün delta t nisbəti artırsa epsilon artır. Deməli, epsilon onda buradan belə çıxır ki, nə ilə asılıdır? Alfanın düz asılıdır. Yəni alfa artırsa oxun dikliyi artır, oxun dikliyi artırsa epsilon da artmış olur. Onda mən bu şəkildən istifadə edərək bunu tapa bilərəm. Mən burada görürəm ki, burada 2 dənə ox var. Biri bu ox, biri də bu ox. Mən görürəm ki, bu ox, baxın bu oxdan daha da dikdir. Onda bu oxdan əgər daha da dikdirsə, onda bunun epsilon isi bunun epsilon isindən daha da böyük olmuş olacaq. Onda olacaq belə kimi. Deməli, birinci halda baxın. Deməli, burada mən epsiloninin mən burada epsilon zaman nasıl qrafini çəksəm, baxın bu epsiloni, bu da onun zaman nasıl qrafiki. Deməli, birinci halda olacaq belə kimi. Birinci halda olacaq belə, sonraki yəni üçüncü halda olacaq baxın belə kimi. İndi çünki belə deyək də, belə deyək. Belə üçüncünün dikliyi birincinin dikliyindən daha da böyük olduğu üçün bunun epsilon isi bunun epsilon isindən daha da böyük olmuş olacaq. Ona görə biz qrafik xəttini çəkəndə həmişə bundan böyük olduğu üçün bunun epsilon isini daha da böyük götürürük. Bunun epsilon isindən daha da kiçik götürürük. İndi buradan baxırıq ikinci hissəyə. İkinci hissədə mən burada görürəm ki, ikinci hissədə burada epsilonu dəyişməyib, olduğu kimi qalıb. Dəyişməyibsə, daha sonra delta fi dəyişməyib, olduğu kimi qalıb. Biz də bilirik ki, əgər fi dəyişmirsə, yəni fi bərabərdir konstantsa, fi bərabərdir konstant. Bunu buradan bildik. Onda fi 1 fi 2-yə bərabərdir. Fi 1 bərabərdir, fi 2 o da bərabər nəyə? Konstanta. Bunu buradan bildik. İndi mən də bilirəm ki, epsilon özü nəyə bərabərdir? Delta fi bölünsün delta t-yə bərabərdir. Deməli, epsilon bərabərdir. Deməli, delta fi bölünsün delta t. Delta fi bölünsün delta t. O da bərabərdir. Delta fi nədir? Fi 2 çıx fi 1. Fi 2 çıx fi 1 bölünsün nədir? Delta t. O da bərabərdir. Fi 2 də fi 2 fi 1-ə bərabər. O da bərabər konstanta. Onu da bir dənə deyək fi. Fi 2 fi'dir, fi 1 də fi'dir, delta t'də olduğu kimi qalır. Fi'dən fi çıxanda bizə verir 0, 0 da delta t'yə böləndə bizə verir nə? 0. Onda belə çıxır ki, epsilon nəyə bərabər olmuş oldu? 0-a bərabər olmusa oldu. Onda 0-sa, onda deməli bunun yəni ikinci halda qrafik belə olacaq. T oxunu kəsən yerdə olacaq. Çünki T oxunu kəsəndə buna uyğun olan qiymət, yəni epsilona düşən qiymət 0-a bərabər olmuş olacaq. Yəni qrafik olacaq, baxın belə kimi. Yəni bu formada olmuş olacaq. Buna da uyğun qrafik burada harda var? Baxırıq. Buna da uyğun qrafik burada C variantında var. Demək, cavabımız olacaq nə? C variantı. İndi keçək növbəti sualımıza. Son sualımızda üçüncü sualda belə maqnit şəkildə göstərən istiqamətə hərəkət edirdikdə sadəcə NVP vuruşlarında hansı maqnit qütbləri yaranır? İlk öncə bunu tapmazdan əvvəl mən burada 2 dənə qayda yazılmışam. Birinci qayda budur ki, əgər biz maqniti halqaya yaxınlaşırsa, alüminiumdan hazırlanmış halqaya yaxınlaşdırırsa, bu zaman, yəni biz bunu yaxınlaşdırırsa, halqa maqniti itənir, yəni bu istiqamətdə gəlir. Əgər mən maqniti halqadan uzaqlaşdıramsa, yəni bu istiqaməti aparıramsa, onda halqa maqnitə nə olur? Cəzb olur. Yəni bu istiqamətdə dartılmış olacaq. Ona görə də əgər bu bundan uzaqlaşırsa, bu adlanır itələnmə, yəni itələnmə hadisəsi, itələnmə, yəni halqa maqnitdən uzaqlaşırsa olur itələnmə. Əgər halqa maqnitə dartınsa, yəni ona tərəf yaxınlaşırsa, bu nə olur? Cəzb etmə. Cəzb etmə. Bunu buradan yazdıq. İndi, yəni qısaca burada əks proses baş verir. Yəni qısaca maqniti əgər halqaya yaxınlaşdıramsa, halqa maqnitdən itələnir. Yox, əgər maqniti halqadan uzaqlaşdıramsa, bu zaman halqa maqnitə tərəf dartınır, yaxınlaşır, yəni cəzb olunur. İndi baxıram indi burada şəklimə. İndi mən buradan görürəm ki, mən maqniti sarğaca yaxınlaşdıram. Əgər maqnit sarğaca yaxınlaşırsa, deməli burada nə olur? Sarğac maqnitdən itələnir. Yəni əks proses baş verir. Yəni qısaca mən bunu yaxınlaşdıramsa, sarğac maqnitdən itələnir. Yəni əks proses baş verir. Yəni qısaca mən bunu yaxınlaşdıramsa, sarğac maqnitdən çəkilir. Deməli, itələnmə hadisəsində baş verilməsi üçün əgər burası n-dirsə, burası da n olmalıdır ki, deməli, bununla bu bir-birini itələsin. Onda əgər buraya n düşürsə, buraya da s düşməlidir. Onda deməli, biz n və p buraları qəbul etmiş olsaq, m-ə düşəcək burada n, yəni burası olacaq n, p-yə də düşəcək nə? S. Deməli, p də olacaq nə? S. Onda cavabımız burada nə olacaq? M-ə n, p-yə də s. Bu da hansı variantda var? M-ə n, p-yə də s. Cavabımız olacaq burada nə? D variantı. Deməli, bu videoda fizikanın 2 kəsb blokunda qarşıya çıxa biləcək 3 value düzəltməyə baxdıq. Suala bir adım bir şəkildə izah edirəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa düşə biləsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər bizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.